Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Noyabr ayının 15-idir, 2025-ci ildir və şənbə günü maraqlı bir xəbərimiz var. Belə ki, xalq yazıçısı Çingiz Abdullayevdən çox maraqlı və çəkici bir müsahibə var. O müsahibəsində bir çox məqamlara diqqət çəkib, əsasən dinimizlə bağlı da danışıb. Bu istiqamətdə danışığı daha diqqət çəkəndir. Nə deyir Çingiz Abdullayev? O bildirib ki, dünyanın bir çox müqəddəs dini mərkəzlərini ziyarət edib. Məkkədə olmuşam, Mədnədə olmuşam, Kərbəlada olmuşam, İmam Hüseyin və İmam Həsənin məzarlarını da ziyarət etmişəm deyə yazıcı söyləyib. Lakin buna baxmayaraq o özünün agnostik mövqedə olduğunu da vurğulayıb. Yəni mən inanmıram ki, o dünyada saqqallı kişilər və pərilər gözləyir ifadəsini işlədib. Əslində bir-birini təksib edən, bax bu həm müqəddəs yerləri, həm müqəddəs insanları ziyarət etmişəm demək və həm də yəni onları saqqallı kişilər, pərilər, yəni bu ölümdən sonra axirətə inanmadığını da dilə gətirib. Onda belə olan məqamda belə bir sual meydana çıxır. Əgər siz bizim dinimizdə buyurulduğu kimi, axirətin xəbərdarlığı olunduğu kimi, əgər axirətə inanmırsansa, əgər orada hər bir insanı, hər bir ruhu gözləyən pərilərin olduğu xəbərdarlıqlara inanmırsansa, onda müqəddəs məkanları və müqəddəs insanları ziyarət etmənin nə anlamı var? Yəni bunlar bir-birini təksib edən bu fikirlər nədən xəbər verir və çox maraqlıdır ki, o müsahibədə maraqlı olan bir məqam daha odur ki, Çingiz Abdullayev görünür rus dilli olduğu üçün pərilərə məsələn perilər deyir, sonra saqqallı kişilər ifadəsi işlədir, halbuki onun başqa bir şəkildə ifadə edə bilərdin. Ümumiyyətlə müsahibə çox maraqlı müsahibədir və həm də demək olar ki, Çingiz Abdullayevin obrazını tam şəkildə özünü göstərə bilir.